Geçen ilin noyabr ayında pitaya kaktusunu balkona koymuştuk. Pəncərənin çöl tərəfində soyuqdan qorumaq üçün onu dirəyə bağladıq və üzerini plastik örtüklə örtmüşdük. Bu müddət ərzində bitkiyə demək olar ki, heç bir qulluq etmədik. Nə su verdik, nə də əlavə bir müdaxilə etdik. Və indi artıq havalar isinməyə başlayır. Biz də bitkinin üstünü açırıq. Gördüyünüz kimi pitaya kaktusu çox sağlam qalıb. Hətta bu müddət ərzində daha da uzanıb və böyüyüb. Bu isə bizə bir şeyi göstərir. Pitaya bitkisi olduqca davamlıdır və düzgün şəraitdə çox rahat şəkildə inkişaf edə bilir. İndi isə yeni mövsüm başlayır. Bu mərhələdən sonra bitkinin daha da sürətlə böyüməsi gözlənilir və çox yaxın zamanda daha güclü və daha böyük bir bitkiyə çevriləcək.